Son illərdə unudulmaz müğənnimiz Məmməd Bağır Bağırzadənin ifasından sonra Qubalı qız mahnısını xalq artistləri Şövkət Ələkbərova və Gülağa Məmmədov da oxuyub. Yaddan çıxmaqda olan mahnılardan biri də Qubalı qızdır. Sözləri xalq şairi Süleyman Rüstəmin, musiqisi İbrahim Topçubaşova məxsus bu mahnı ağlım kəsəndən daim həzinliyi ilə ürəyimi riqqətə gətirib, düşündürüb. İbrahim bəy görəsən mahnını daha çox kimə görə, anasına, yoxsa həyat yoldaşına mı bəstələmişdi? Əslində seçimdə fərq yox idi. Nəticə baxımından bəstəsində bütün qəlbi ilə Qubalı qızına məhəbbətini bəs etmişdi. Şəxsən mən mahnını dinləyəndə özümdən asılı olmayaraq həyatımda ən əziz insan olan erkən itirdiyim anamı xatırlayıram. Anası, nənəsi, həyat yoldaşı, Qubalı qızı olan bütün insanlar şübhə yox ki, buna bənzər xoş hisslər keçirirlər. Vətənimin bəzəyisən Qubalı qız, Qubalı. Mahnıdakı bu sözlər ilk baxışda adi tərif kimi görünsə də, şair tərəfindən Qubalı qızına qarşı əsaslı, doğru münasibətdir. Məqsədim tərəfkeşlik və ya təəssübkeşlikdən uzaq olaraq faktlarla bu mövzuda sizə söhbət açmaqdır. Herodotun tarix kitabında haqqında danışılan Qaniçən Kirin qənimi, Masagi Türk tayfasının qadın hökümdarı Ulu Tomris'in diyarıdır Azərbaycanın bu ərazisi. Qədim diyarın qadınları Tomris'dən, Fətəli xan Qubalının həyat yoldaşı cəsur, qorxmaz Tutubikədən başlayaraq vətənin bəzəyi olmuşlar. Bu zonanın tanınmış qadınları bir qayda olaraq həyatlarını ərlərinin amalları uğrunda fəda etmişlər. Abbasqulu Ağa Bakıxanovun həyat yoldaşının adına olan Quba şəhərindəki Səkinə xanım məscidi bəhs etdiyim yönümdə sıradan bir misaldır. 20-ci əsrin əvvəllərində ədəbiyyatımızda ilk qadın yazıcı, dramaturq Səkinə Axundzadə, o dövrün mübariz qadınları sayılan Ayna Sultanova, Həmid Sultanovun həyat yoldaşı, Ceyran Bayramova, Əli Bayramovun həyat yoldaşı, Respublikamızda tanınmış simalar olub. Xalqın sevgisini qazanmış Kəsmə Şikəstə muğamını özünə məxsus məlahətli səsi ilə oxuyan əməkdar artist Fatma Mehrəliyevanı bu mənada xatırlamamaq günah olardı. Haqqında danışdığım mahnını bəstələyən İbrahim Topçubaşovun anası məşhur cərrah Mustafa Topçubaşovun həyat yoldaşı ilk qadın rəssam, əməkdar incəsənət xadimi Reyhan Topçubaşova da Qubalı xanımdır. Bu qadınlar sırasında tibb elmləri doktoru Professor Leyla Məmmədbəyovanın, stomatologiya sahəsində ilk qadın tibb elmləri doktoru Professor Tamara Hüseynovanın, əməkdar həkim, tibb elmləri doktoru Professor Kübra Fərəcovanın, dövrünün istehsalat qabaqcılı, sosialist əməyi qəhrəmanı Humay Hüseynovanın, əl işləri muzeylərimizi bəzəyən məşhur xalça ustası, dövlət mükafatı laureatı Gülnənə Mustafayevanın, ilk sərhədçi pilot qadın Dilarə Babayevanın da adlarını qeyd etməmək mümkün deyil. Qəribədir ki, oğru dünyasının qadın avtoriteti Zerkala Klara Yusifzadə də Qubalı qızlarından biridir. O, dövrünün tanınmış ziyalılarından olan Qubalı Ağababa Yusifzadənin qızıdır. Müasir zamanımızda tanınan qadınlardan müğənni xalq artistləri Zümrüd Məmmədova, aktrisa Zərniyar Ağakişiyevanın, Hürriyə Rəhimovanın, Dağıstan xalq artisti adlarını fəxrlə çəkmək olar. Bu diyarın qızları bir çox yaradıcı insanların həyat yoldaşları, ilham vericiləri olmuşlar. Əsrlərdən gələn hamının bildiyi bir həqiqət var ki, dahi Nizami Gəncəvinin qəlbini alan gözəl, Dərbəndli Afaq xanım olmuşdu. Rus işğalına da Dərbənd ilə Quba eyni ərazi bölgəsi hesab olunub. Maraqlısı odur ki, böyük xeyriyyatçı Hacı Zeynalabdin Tağıyevin, ilk xalq şairimiz Səməd Vurğunun, Abdullah Şaiqin həyat yoldaşları da əslən Dərbəndlidir. Yeri gəlmişkən, sevimli aktrisamız, xalq artisti Şəfiqə Məmmədova da Dərbəndəndir. Bildiklərimdən xalq şairi Məmməd Arazın, tanınmış bəstəkar Vasif Adgözəlovun və daha neçə yaradıcı şəxslərin ömürgün yoldaşları da Qubalı olmuşlar. Özləri Qubada doğulmasalar belə, Qafqazda, həmçinin bütün Cənubi Avropada və yaxın şərqdə ilk qadın təyyarəçi Leyla Məmmədbəyova, ictimai xadim Lalə Şövkət, əvəzolunmaz aktrisamız Afaq Bəşir qızı, müğənni Zülfiyə Xanbabayeva, aktrisa Mehriban Zəki, opera səhnəmizin Karmeni Fidan Hacıyeva həqiqətən vətəninin bəzəyi sayılan Qubalı qızlarıdır. Mən yalnız kütlənin tanıdığı məşhurları sadaladım. Ola bilsin kimlərisə unutdum, xatırlamadım. Adlarını çəkmədiyim hörmətli xanımlar məni bağışlasınlar. Unutduqlarımın hər birinə, bütün Qubalı analara dərin, tükənməyən ehtiramımı bildirirəm.
siz bu ehtirama, sonsuz rəğbətə layiqsiniz. Necə ki, mahnıda deyilən sayaq. Həyatımın çiçəyisən, göyçəklərin göyçəyisən, Qubalı qız, Qubalı, Qubalı qız, Qubalı.